Allah müharibəni sevir, sevmir? Sevmir. Allah şər yaratdı. Şəri nəyə yaradır? Pisliyi nəyə yaradır? Qüdrətlisə niyə pisliyi yaradır? Niyə bu Bəli. pisliklər var? Əksərən onu deyən adamlar o kəslərdilər ki, özləri şər yaradırlar. Özləri pisliyi yaradırlar. Deyirlər ki, deyirlər Allah bunu nəyə yaradıb? Bəli. Məsələn, müharibəni yaradır ya Allah müharibəni nəyə yaradır? Müharibəni insan yaratdı. Bəli, dolayı yolundan elə hər bir insana yapar. Müharibəni Allah yaradı, insan yaradı. Təbii ki, insan yaradır. Allah müharibəni sevir, sevmir? Sevmir. Amma məşiyyətində var. O məşiyyətində olmaq o demək deyil ki, təsir eləyir, müharibəni Allah yaratdı. Ustad, belə çıxır ki, onda şər işləri elə insan yaradandır. Şər işlərin əksəriyyəti ki var, onların əksər hissəsi insandır.